Vaxtınız xeyir olsun dostlar. Bugün sizə kripto haqqında, həmçinin avro haqqında yenidən məlumat verəcəm. Dostlar, kripto haqqında əsas bugünkü bizim hədəfimiz Ethereum-dur. Siz Ethereum-u Leo Bankda düzdür komissiya yüksək olsa da, daha az komissiya ilə necə ala bilərsiniz? Bax, keçirsiniz fondlar olan hissəyə Leo Bankda. Fondlar olan hissəyə ETH yazan kimi bax burada çıxır. Yəni burada istədiyiniz firmanın Ethereum-a yatırım edə bilərsiniz. Yəni biz kriptonu yatırım etsək, bizdən çox komissiya çıxacaq. Yəni 2,5-nə 2%, kreditlə 2%, belə 1%, hələ aylıq saxlasaq aylıq da əlavə faizləri çıxacaq. Yəni heç sərfəli deyil. Amma fond tərəfə keçib fonddan Ethereum-a yatırım etsək, bizdən cəmi 0,25% komissiya çıxacaq. 0,25 komissiya alanda 0,25% komissiya satanda, yəni 1 manat, minimum 1 manat, yəni 170 manat, 200 manat yatırım edəndə səndən cəmi 1 manat komissiya çıxacaq. Bu da çox əla bir şeydir. Ethereum-un qrafikinə baxanda isə dostlar, Ethereum-un qrafikinə indi baxacaq sizinlə. Bundan başqa isə dostlar, sizinlə bir yerdə YouTube-da mən görürsüz ki, APA Corporation video çəkən vaxtı APA Corporation-ı görürsünüz dostlar, video çəkən vaxtı burada avronun 1,77 qiymətində olacağı sizə risk almağınızı demişdim. Amma təbii ki risk sizə qalmışdı. 1,77 qiymətində idi. Ondan sonra isə dostlar sizə yeni video çəkdim və yeni videomdan da çəkəndə görürsünüz ki, yenə dedim ki burada risk var. Amma dedim ki hazırda isə ala bilərsiniz. Alandan sonra da 1-2 manat da düşə bilər. Yəni 1-2 manat düşsə belə, yəni yenə risk ala bilərsiniz. Görürsünüz ki, burada da video çəkdiyimdə sonuç 1,88 idi. Hazırda isə görürsünüz ki, daxil olanda görürük ki, avro qiyməti hazırda faktiki neçədir? Avro qiyməti görürsünüz ki, hazırda 1,92-dir. Yəni 1,77-dən alan hazırda 20 manat qazancı qazanacaq. Yəni 100 avroda 20 manat qazancı yaxınlaşır. Yəni bu real çox böyük qazancdır. Yəni real yatırım üçün çox böyük qazancdır. 100 avroda 20 manata yaxın qazancı var sizdə. Yəni görürsünüz ki, avro hazırda 1,92 hədəfinə gəldi. Yəni yavaş-yavaş gedir dostlar. Yavaş-yavaş gedir. Və bundan sonra keçir demək Ethereum-a. Yəni Ethereum hazır dostlar alış xəttinə çox yaxınlaşıb. Niyə? Çünki düzdür 4 saatlıqda gündəlikdə bay versə də, amma bunlar aldadıcı olur. Niyə? Geri dönüş edir və qiymət düşür. Hazırda dostlar Ethereum görürsünüz ki, bazarın ən aşağı qiymətinə yaxınlaşıb. Yəni burada da görürsünüz ki, ən aşağı qiymətə yaxınlaşdığı üçün hazırki qiymətdən alıb biz bunu ortalama yeni həftə üçün əgər yüksəlsə 1800 və yaxud 1900 qiymətinə satmaq olur. Yəni ortalama 10-15% bir xeyir tutmaq olar və yaxud daha yüksəyə də gələ bilər. Niyə? 2000 dollara da gələ bilər. Niyə? Çünki görürsüz ki, Ethereum-un burada GME qrafikinə qayıtdı. Yəni Ethereum-un Amerika qrafikinə qaydanda görürsüz ki, burada qiymət boşluğu var. Yəni hazırda bu qiymət boşluğu gələn həftə doldurmalıdır. Bu həftə çünki yerində sabitdir. Yəni görürsüz burada qiymət boşluğu var. 1800, sonra burada da qiymət boşluğu var. 2800 və burada da qiymət boşluğu var. Ona hələ ki doldurmaq inanmıram. Amma əsas bunun hədəfi, ilk hədəfi 1800-dən 2000 dollar arasıdır. Bax bu aralıqda. Yəni biz hazırki qiymətdən və yaxud biraz daha gözləsək bir 3%, 5% düşsə, Ethereum-u hazırki qiymətdən alıb növbəti həftə üçün bir 10%, 15% yüksəlişə keçə bilərik. Amma uzun müddətli hədəfini gözləyiriksə, əgər daha çox düşməyini gözləyiriksə, biz onda Ethereum-un uzun müddətli hədəfini də sizə deyim. Baxın dostlar, aylıq qrafikdə sizin üçün bax belə bir şey göstərdim. 2 dənə qırmızı xətt çəkmişəm. Bax əsas aylar boyu gözləntim budur. Ethereum-u 450 və yaxud 300 dollara gəlməyini gözləyəcəyik. Yəni ən böyük yatırımımız Ethereum 450-500 dollar gələndə olacaq. Hazırda isə aylıq qrafik gördüyünüz kimi, yəni bu ay ola bilsin heç bu ay 1800, 1800, 2000-ə gəlib yerindən düşsün 1500-ə. Növbəti ay üçün ola bilsin 1000 dollardan görüb yeni 2000 dollar qalxsın. Baxın, belə bir qrafiklər biraz ola bilir. Çünki burada W formulu var. W formulu olanda belə qiymət düşür. Qalxır yenə bunun orta qiymətinə deyir. Bundan sonra isə baxın belə düşə bilər. Yəni bizim gözləntimiz hazırda budur. Bunu isə ancaq səbirli olub gözləmək lazım olacaq. Yəni qısa yatırım üçün Ethereum-u gələn həftə, növbəti həftə üçün bir 5-10% qazancı götürmək üçün, yəni gündəlik traderlər üçün bunu dedim. Təbii ki risk hər zaman var. Yəni %100 heç vaxt bilmək olmaz, amma bu təbii ki risk sizə qalır. Yox, əgər böyük yatırım etmək istəyirsinizsə, bunun artıq 400 və yaxud 500 dollar gəlməyini gözləmək. Altcoinlərdə dostlar sənd isə dostlar gördüyünüz kimi aylıqda yenidən alış qiymətinin düz üstünə gəlib. Biz vaxtı ikən video çəkmişdik 26 sentdən. 26 sentdə görürsünüz 5 qəd yüksəlib yenidən eyni qiymətə gəlib. Yəni bu ola bilsin yeni qalxdı, bəli, sənd ola bilsin yeni qalxdı. Sənddə də çox uğurlu bir hərəkətlər ola bilər. Çünki səndin də qrafiki qəşəndir. Həftəlik də görürsünüz ki,
bazarın ən aşağı qiymətindədir. Yəni burada da uğurlu qiymət ola bilər. Ona görə sənd də alıb saxlaya bilər. Amma təbii ki, risksiz heç bir şey yoxdur. Və dostlar, bugünkü videomuz sizə görürsünüz ki, Ethereum-un uzun müddətli alış hədəfi və qısa müddətli alış hədəfi və avronun avrosu harasa 1.92-dir və bundan başqa isə Bitcoin. Bitcoin isə dostlar, yəni yatırım etməyi məncə yox. Bitcoin məncə gələn həftə üçün 70.000 qiymətinə də gələ bilər. Gələn həftə yox, daha o birisi həftə üçün 70.000 qiymətinə gələ bilər. Burada bir hədəf belirləmişik, amma hələ ki gəlməyib. Görürsüz ki, yəni qrafik baxın bura sat vermək istəyir, amma sat vermir. Görürsüz ki, yəni aldadıcı olaraq alış qiymətinin üstündə durub. Yəni bunun sat qiyməti verməsi 70.000-ə gələ bilər. Bu da gələn həftə yox, o birisi həftə də ola bilər. Yəni ayın sonuna qiymət düşə bilər.